Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ramazan ayında süfrələrin əvəz olunmaz meyvəsi olan xurmaya tələbat artır. Lakin bəzi hallarda şəkər miqdarı aşağı olan xurmalar dadlandırmaq üçün qlükoza şərbətinə batırılır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər. Diyetoloqlar qlükoza şərbətinə batırılan xurmalarda parlaq görünüş və yapışqanlıq müşahidə olunduğunu bildirir. Xurmanın mat rəngdə olması, yapışqan olmaması və parçalandıqda lif-lif ayrılmasının daha təhlükəsiz olduğunu qeyd edilir. Ekspertlər qablaşdırılmış xurmaların daha etibarlı olduğunu və açıqda satılan məhsulların etibarlı yerlərinin alınmasını tövsiyə edir. Həkimlər isə qlükoza şərbətinin yüksək kalori və karbohidrat tərkibinə malik olduğunu, bunun da ani insulin yüksəlişinə səbəb olduğunu vurğulayır. Bu vəziyyət uzun müddətdə insulin müqavimətinə, piylənməyə və qaraciyər yağlanmasına yol aça bilər. Eyni zamanda qlükoza şərbətinin hipertoniya və ürək damar xəstəliklərinə təkan və dolaylı olaraq kanserojenik təsir göstərə biləcəyini qeyd edir. Tövsiyələr: xurma seçimi. Mat rəngli, yapışqan olmayan və lif-lif ayrılan xurmalar seçin. Qablaşdırma. Qablaşdırılmış məhsullara üstünlük verin və etibarlı yerlərinə alış-veriş edin. Məhsulun tərkibini diqqətli oxuyun və qlükoza şərbət kimi əlavə maddələrdən qaçının.